Equinox ve Trax. Bu maşınlar daha çok artıq gəlməyə başlayıblar. Problemlərini göstərirəm sizə. Maşın kodlanmır birbaşa lokatorla yaxınlaşıb servisimizə. Sizin maşındır. Nədir problem? Kodlanmır. O metal starter vermir yoxsa necə? Starter abi. Tamam, motor problem değil. Yok. Təkcə Azərbaycan stili işlər birdə olmur da, Amerikada da, yəni bu girdirmə işlərdən var. Yəni buradakı sunblockdan problem var. Gətiriblər. Bura çıxarıblar. Şöyle bunu niyə çəkiblər? Buradakı bloka, pedixansil blokuna. Onun üstündə işləmək lazımdır. Ona görə də maşında nə edir? Aşıqalar verir. Bax, aşıqaların gəlmə səbəbi. Birbaşa Amerikadan bizim yanımıza alınıb gəlib. Firmiska veririk. Qoş. Minus. Plus. Gördüyünüz kimi birbaşa gömrükdən yanımıza göndəriblər. Amerikada maşını bu günə qoyurlar, sonra da bizdə deyirik ki, Chevrolet pis maşındır. Bu nə kitabçalardır? Maşına aid olacaq kitabçalar. Sağ olun, var olun. Açarın da üstündə belə maraqlı bir yazı var. Kodlamaq istəyirik. Ümumiyyətcə, pribor açılmır. Maşında elektron problem var. Pribor açıldı. Start-stop'u sıxıb saxlayırsınız 10 saniyə, 5 saniyə. Ayağınızı tormoza qoymamaq şərti ilə pribor açılır. Yenidən yenə getdi. İlkin mərhələ olaraq görürük ki, avtomobil xoda düşmür. Şikayət eləyir. Avtodiagnostika vasitəsilə eləyəcəyik. Olduğu kimi görürsünüz burada bizim ustalarımız Amerikada gedib nə işləri görürlər. Bu Amerikanlının bildiyi iş deyil. Bu işlər, bu proses qutarandan sonra maşını zavodiskoy şəklinə gətirdik. Bir balaca, baxın, burada pildirka işləri görülmüşdü. Bunun altında. Şunların üstü açıqdır, bax göstərirəm sizə. Baxın, bax burada. Bunu belə əlindən qalxız. Bu şəkildə. Bax problem. Bunu qalxız. Bax problem, bax buradaydı. Bax, baxın. Çalaqlar buradaydı, bu blokun altında. Onu aradan qalxızmışıq. Yəni maşınımızı xodlayırıq. İşə düşdü ki. Yəni qardaş Amerikadan maşını hara gətirmək lazım olduğunu bilir. Bu qədər. Bir iki dənə nöqsanlar var, onları da aradan qalxızmışam. Maşın düzəlibdir. Can sağlığı ilə sürsün.